Ay, hər vaxtınız xeyirli, uğurlu olsun. Biz artıq Mingəçevirdəyik və bu günlərim burada bizi Panorama restoranı çox gözəl ağırladı. İndi isə istəyirik ki, Rəşadın bir gözəl burada bir gəmisi var, yaxtası var. İstəyirik onunla komanda ilə bir yerdə bir Mingəçevir turu eləyək. Mənim əzizlərim, bu günlərim hər birinizi gözləyirik və düşünürəm ki, bugünkü konsertimiz də çox gözəl olacaq. Dünənlərim yağışlıq olduğuna görə çox qorxdum. Həyəcanım var idi. Düşündüm ki, yağış yağır, birdən yağış yağır, ona qurban olum. Hoş gəlmişik Mingəçevirə. Hoş gəlmişik. Dünyanın ən gözəl şəhərlərindən biri. Bütün konsertlərdə yox, Fadil mənə söz verdi ki, bu konsertdə olacağım səndən bir yerdə və bir yerdə gəldik konsertə. Allahın izni ilə indi çıxırıq Mingəçevirin səyahətə, okeana. Camal, salam. Çox, əlimdən sifariş edim. Nasılsınız? Oy, siz necə də naziksiniz. Bunu Fazil müəllim mənə konsertə görə alıb. Mənim konsertimə görə alıb Fazil müəllim bunu mənə. Anası özü Mişqanın ayaqları bütün sudur. Yenicə çinməkdən gəlir. Çinməkdən gəlib, hə, düz deyir. Necəsiz Fazil müəllim? Çox sağ ol, var olun. Minnətdaram ki, məni dəvət elədiniz. Biz də minnətdarıq ki, siz bizimlə bugün yanımızdasınız. Sağ ol. Bizi tək qoymadınız. Rəqsanə xanım, Dəmir Yumruq layihəsinin növbəti astanası haradır? Mingəçevirdir. Bugün Mingəçevir səhnəsində olmaq sizə hansı hissləri yaşadacaq? Mingəçevir mənə çox doğma bir yerdir. Çünki uşaqlıq xatirələrim var burada. Bugün səhnədə paylaşacağam. Hətta anam belə burada məni döyə-döyə aparıb belə. Getmirdim. Burada padruqalarım var idi. Onlardan ayrılmaq istəmirdim. Bu şəhərin tamaşaçısı fərqli olur. Mingəçevir tamaşaçısından gözləntiniz nədir? Fərqlilik nə baxımından? Çünki Mingəçevirdə yerli də var. Amma bura qıraqdan gələnlər də daha çoxdur. Amma fərqlilik odur ki, Mingəçevirdə daha çox sevilirəm. Bizə maraqlıdır, evdəki Rəqsanə xanım ilə səhnədəki Rəqsanə xanım arasında ən böyük fərq nədir? Elə maşına minəndə bildim ki, fərq oradan başladı. Məsələn? Məsələn, sizinlə yol gəlmək, sizinlə konsertə hazırlaşmaq, sizin əziyyətlərinizi gördüm. Hamısını halal eləyin. Sənin də ki, əziyyətin çox böyükdə. Nimellinin maşınını dəyişmək lazımdır. Sizin də əziyyətiniz çoxdur, sevginiz böyükdür. Bunu biz, bütün xalq, hər kəs görür. Necə? Arasındakı fərq nədir? Çöldə müğənnimiz. Sevilən bir insan, sevilən bir xanım. Tamam. Yaxşı, Rəqsanə xanım ən çox nəyə görə sevinir və ya nəyə görə inciyir? Sizcə? İncir özünüz bilirsiniz də, bütün kart da bundadır, o da bundadır, hamısı bundadır. Karta pul saran kimi incir. Ən çox nədən incir? Məncə heç inciməyini hiç görməmişim. Sən yeməyini, içməyini, suyunu adını ver, yaxşı. İncimə. Sevilir, onu mən deyim, xalq tərəfdən sevilir. Yəni, xalqımız özü bunun hamısını görür. Əsasda mən onu hiss elədim bizim hadisədə. Xalqımız xanımı çox sevir. Minnətdaram xalqa. Hər kəsə maraqlıdır ki, siz 10 gündən bir şəhərimizdə belə enerji ilə konsertlərdə yəni, iştirak edirsiniz. Bu solo konsertlərdir də. Yəni 2 saat müddətində dayanmadan canlı ifalar, yəni bu qədər enerji hər kəsə maraqlı gəlir ki, bu qədər enerji səhnədə necə qoruyursunuz? Nədir bunun səbəbi? Ümumiyyətlə mən bir söz deyim də, səhnə mənim üçün yaşayışdır. Səhnə mənim üçün çox şeydir. Yəni bütün həyatımı ora bağlayam mən. Yəni bütün həyatım mənim səhnəmdir və nə qədər yorğun olsam da, nə qədər necə deyim, qarşıda məsələn arxada böyük problemlə mücadilə aparsam belə, səhnədə insan görən, insan sevgisini görəndə hər şeyi anında unuduram. Çünki səhnə mənim üçün həyatdır. Yəni onsuz qalmaq, o balığı sudan çıxardırsan, çabalayır, can verir. Bəli. Bax mən səhnəsiz elə bir ki, ölü bir balığam. Fazil bəy, sizlə bağlı olan paylaşımlarda altda gələn, yəni gələn yorumlar, xalqın, sevənlərin, insanların hamı sizi çox bəyənir də. Rəqsanə xanımla olan videolarınız, şəkilləriniz özünüz də görürsünüz. Mənə də arada öldürürsünüz ki, başımı oynaçırsan. Maraq doğurur. Səhifəniz düşən kimi məni çox sorur. Siz Rəqsanə xanımın ən böyük tənqidçisisiniz, yoxsa ən böyük dəstəkçisi? İto. İkisi də. İkisi də. Rəqsanə xanım, sizə bir dənə bonus sual vermək istəyirəm. Əgər bugün səhnədə ömrünüz boyu yalnız bir mahnınızı oxumaq şansınız olsaydı, hansı mahnınızı seçərdiniz və niyə? Buluduna de, dolub boşalmasın, şimşəyinə söylə, fəğan salmasın, kimsə mənim tək, gözü yolda qalmasın, payı sən gəldin, bəs yarımı neylədin, payı sən gəldin, bəs yarımı neylədin.